Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid də əvvəlcə əsas xəbər başlıqlarına qısaca Əliyevdən açıqlama. Qərbi Azərbaycan icmasının məqsədi 300 mindən çox qaçqının öz yurduna qayıdışıdır. İndi isə daha ətraflı. Azərbaycanlıların və medianın geniş etirazları nəticəsində Sayınqalada Dəmir Aşıq heykəlinin ətrafındakı banerlər sökülüb. Dəmir Aşıq heykəli Sayınqala sakinlərinin xahişi və şəhər bələdiyyəsinin səyləri ilə şəhərin girişində quraşdırılmışdı. Bir müddət əvvəl heykəlin ətrafına banerlər quraşdırılmışdı. Bu insanlarda heykəlin söküləcəyi ilə bağlı narahatlıqları artırmışdı. Bir müddət əvvəl tanınmış Azərbaycan sənədli film rejissoru Məhəmməd Əli Muradi məsələ ilə bağlı sosial media hesabında paylaşım etmişdi. Qərbi Azərbaycanın Sayınqala şəhərində İranın hər yerində dövlət hesabına və rəsmi təbliğatla Oxatan, Ərəşdən, Rüstəmə və Şapura qədər fars heykəlləri və simvollarının ucaldıldığı günlərdə Dəmir Aşığın heykəli pankartla örtülüb. Aşıq nə separatizmin simvolu, nə də siyasi şüardır. O, Azərbaycan xalqının və bütün İran türklərinin sevgisinin, dilinin, poeziyasının və xatirəsinin simvoludur deyə Məhəmməd Əli Muradi paylaşımında bildirmişdi. Davam edirik. Tehranda hava çirkliliyinə görə hər gün 40 nəfər həyatını itirir. Bunu Tehran Şəhər Şurasının üzvü Mehdi Babayi deyib. O, xüsusən son bir ay ərzində ölüm hallarının əvvəlki aylarla müqayisədə 20% artdığını bildirib. Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ötən il ölkədə hava çirkliliyinə görə 60 minə yaxın insanın öldüyünü bildirib. Ekspertlərin fikrincə, hava çirkliliyinin əsas səbəblərindən biri keyfiyyətsiz yerli avtomobillərdir. Xəbərlərimiz davam edir. İran Xarici İşlər Naziri Abbas Araqçının Azərbaycana səfər edəcəyi tarix məlum olub. Xarici İşlər Nazirliyinin başçısı Bakıya dekabrın 7-si gələcək. Səfər çərçivəsində onun Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və digər bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur. Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədi ilə zaman-zaman məhv edib. Bu barədə Prezident İlham Əliyevin mədəni irs və qayıdış hüququ, Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası, ədalətə, barışığa və sülhə aparan yol kimi mövzusunda 3-cü beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. Ermənilərin Azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərini beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir deyə müraciətdə vurğulanıb. Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir. Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan icmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır. Qərbi Azərbaycan icması son 200 ildə Ermənistandan mərhələ-mərhələ qovulan minlərlə insanı, onların varislərini birləşdirən təşkilatdır. Bu fikirləri mədəni irs və qayıdış hüququ, Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası, ədalətə, barışığa və sülhə aparan yol kimi mövzusunda 3-cü beynəlxalq konfransda icmanın idarə heyətinin sədri Əziz Ələkbərov çıxış edərkən deyib. O bildirib ki, təşkilatın məqsədi Azərbaycan-Ermənistan müharibəsi səbəbindən yurdlarından didərgin düşmüş 300 mindən çox qaçqının öz ata-baba yurdlarına qayıdışını təmin etmək təşkil edir. Fəaliyyətimizdə beynəlxalq hüquqlara söykənirik. Təəssüf ki, Ermənistan bütün bu qanunsuz əməllərə görə beynəlxalq məsuliyyət daşımaq istəmir. Onların etdikləri bəşəri cinayətdir. Buna görə də UNESCO-ya dəfələrlə müraciət etmişik deyə Ələkbərov əlavə edib. Dünya gündəmi ilə davam edirik. Avropa İttifaqının müdafiə komissarı Andreyus Kubilius bildirib ki, Avropa Ukraynadakı münaqişənin həlli üçün öz planını hazırlamalıdır. Bu barədə Avropanın Politico qəzeti məlumat yayıb. Avropa komissarının sözlərinə görə Avropa Birliyi geosiyasi inkişaflarda, o cümlədən Ukraynada sülhə nail olmaq üçün öz planlarına sahib olmaqda güclü mövqe tutmağa hazır olmalıdır. O qeyd edib ki, Brüssel Amerikalı dostları tərəfindən hazırlanmış plana əlavə olaraq Avropa ölkələri tərəfindən hazırlanmış təşəbbüsü müzakirə etmə imkanına malikdir.
Britaniya hökuməti dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 8 milyard funt sterling məbləğində vəsaiti köçürməyə hazırdır. Bu barədə The Times qəzeti Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə Birləşmiş Krallıq Qərb ölkələrinin təzminat krediti ilə bağlı vahid mövqeyə çatacağına ümid edir. Qəzet onu da əlavə edib ki, London hələlik Rusiya aktivlərinin Ukraynaya köçürülməsini təmin edəcək müsadirəsi üçün qəti bir metod hazırlamayıb. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.